Belə bir məsəl var, deyir elimizin toy kimi bir adəti var. Bəli, bu şəhərdə komandasının da Sirtuş çölçəmənlisi var. Onun üçün darxanlardan bir alqış gəlsin. Bu şəhərdə toy olacaq. Selamünaleyküm, her vaktiniz xeyir olsun. Hoş gəlibsiniz, səfa gətiribsiniz. El çalan elleriniz sizə aiddir. Sizdən başqa heç kəs el çalmadı. El çalan elleriniz var olsun. Ruslar deyir, paka gromni graynet, mujikni perikrestet. Gələn ayaqlarınız var olsun. Belə gözəl toy məclislərindən cəmi subaylara qismət olsun. Bir daha gələn qonaqlarımızın hamısını salamlayıram. Xoş gəlibsiniz, səfa gətiribsiniz. Həmişə görüşünüzdə bilirsiniz ki, duzlu məzələ əhvalatlarından gəlirəm. Büyündə elədir və maraqlı da qonaqlarımız olacaq. Və gəlin, vaxtı uzatmadan qardaş, hara geçsən? Hə, ora geçsən? Hə, yaxşı. Bu çay az işte. Pivədir. Onda sən bir iki saat oradasan. Neyse, gəlin vaxtı uzatmadan ilk qonağımızı alqışlarla bura dəvət elə. Qonağımız hacıdır, təbiəti sevən bir insandır, çox mülayim bir insandır, şəkil çəkdirməyi xoşdur. Sizcə o kim olar? Kim olar? Hacı Nuran! Selamünaleyküm. Ay hacı, ne olub ay hacı? Bu ne felakettir? Biraz nəmdə qalmışam, cücərmişəm. İndi qabağı saxlaya bilmirəm. Böyüyüb ağac olacam. Ay hacı, ayaqların nədir bu? Ne olub bu belə? Bağbanlar əhəngliyiblər ki, qurt-quş yeməsin məni. Hacı, başının dalında bir deşik var, oradan kan axır. Nədir? Uca krovi yok. Ağac dələndi də beynimi xarab eləyir. Ay hacı, səhətin nətərdir bak ki? Normaldır. Gedirəm tez-tez yoxlanışa, meliorasiya. Bağbanlar sağ olsun, qurt-quşu təmizləyirlər yaxşı. Dərmanlayırlar məni. Neyinirsən, geçsən, bax bu qurt-quşu, nə bilim, heyvanatı, neyinə lazımdır axı? Mən bu heyvanatla, bu qurt-quşdan, ümumiyyətlə, təbiətlə tanış olandan sonra insanlara nifrət eləməyə başladım. Onu düz yersən, cəmiyyət arasında bir de görürsən, olur, ot, alaq, elə bir şeyler olur. Bəli. Amma bu qəmli notlardan çıxmaq üçün sağ bir söz olur. Mən də popülər olmaq istəyirəm. Bəli. Mən də havaqsa sənin kimi belə pərli putaqlı ola bilərəm. Nikaqda. Sənin kökün yoxdur. Nikaqda. Sən ancaq mənim kölgəmdə istirahat eləyə bilərsən. Yaxşı, mən ləhcəndən tuta bilmirəm. Bəs sənin kökün hardandır? Mərdəkan dendrarisidir. Ben bəyimizi gəliydi, təbrik edirəm. Можно, da? Конечно, əlbəttə. Здравствуйте, Eldar müəllim, здравствуйте. Xoşbəxt olsunlar, qoy nar çiçeği kimi gözəl, yasəmən kimi ətirli, gökə balık kimi şirin, çınar kimi ucadan uca olsunlar. Təbrik edirəm. Sağ ol. Sağ ol. Ay hacı, öz toyun harda olacaq, bir? Qızılağac qoruğunda. Kimlər gələcək toya? Deməli, Lalə oxuyacaq, Roza oxuyacaq. Sonra tamada deməli, çiçəkdir, nərgizdir. İstəsən sən də gələrsən. Yox, sağ ol, sağ ol. Sirtuş gülü zadı yoxdur. Yoxdur. Hacı,
Həmişə toylarda subayların söz, ne oynayasan? Mən bir papuru oxumaq Papuri, istəyirəm. qəşəng. Ağaçda leylə yuva bağlar gedər. Leyli can leyli, leyli can leyli, leyli can leyli, leyli can leyli, leyli leyli leyli, leyli leyli leyli, leyli can leyli, leyli can leyli, leyli. Ne oldu bacı? İşte sumasat şu. Bayılıyor что ли? Ne deyir? Eldar müəllim, heç sizdən gözləməzdim. Bu işləyim работу içi. Ujuz. Nətər, deyən eləyək. Mən ciddi adamam, xahiş edirəm. Mən papuri deyəndə, yəni mən mahnılar da ciddi oxuyuram. İcazə versəydiniz, mən özüm oxuyardım. Buyurun. Marsiyon ağaç. Toy günüdür, əl çalın. Eşitmirəm, əl çalın. Oğlan igid, kız etsamı güzel. Haber toyun mübarek. Gelin etsamı toyun mübarek. Leyli can, Leyli. Leyli can, Leyli. Düşüp sana meyli, düşüp sana meyli. Kuşlar, kuşlar ne güzel okuyor. Cəhcəh vəfə ne güzel okuyor. Çok sağ olun, xeyli razıyam. Zəhmət çəkib rəqs elədiniz. Rəqsin tempi buzdan ağar ya. Sibel içit sana da. Çok sağ olun. Ben gedim. Suyumun vaxtıdır. Leyli can leyli, leyli can leyli, leyli leyli leyli, leyli can yan. Aman aman, oy leyli. Bu gözəl məclisdən Allah Teala bütün subaylara qismət eləsin inşallah. Gəlin özümüzü bir ürəkdən alqışlayaq. Ay sağ olun. Hanımlar ve cənablar, bildiğiniz kimi bütün elit məclislərin proqramı olduğu kimi bizim toyun da proqramı var və icazə versəydiniz indi həmən proqramla sizləri yaxından tanış eləyərdim. Qonaqlar gəlirlər restorana saat 6-dan. Saat 8'in yarısında uca bəzisi dəm vəziyyətdə çıxır gedir evə. Zəlim uşaq olur, baxınca öyrəyirlər. Probkalarla əlaqədar bəylə gəlir 8-9'un yarısında. Saat 10'da aş verilir. 11:00'da tort gətirirlər. Cavanlar bir-birinə tort yedizdirir. Toyda elə deyil, sonra zəhər yedizdirirlər. 12'də bəylə gəlin gedir. Əmbə getməmişdən qabaq deməli cavan qızlar düzülür belə hamısı. İçində bir-iki dənə qocası da olur. Bilmirəm nə qarmaq istəyir qoca onların arasında. Deməli qızlar belə düzlənir. Gəlin bacı gəldi qabağa, arxası onlara. Gülü nə qarır? Deyəsən başınıza gəlib ha. Gülü belə atır. Atanda da mütləq o qız sürüsünün içində eşeğe oxşayan bir yoğun boyun gədə belə. İndi güya bu zarafat edir. Tutur gülü. Ne olur be? Öldüğündür. Mütləq də onu tutanda bir-iki qızın çənəsini çıxartmalıdır yerini. Eşek burtundandır, kamdır. Bak bu İraq olsun, bu program bizim toya ait değil. Bizim toyumuz çok seviyeli olacak. Tuş ver görme oradan. Birini de verme. Bana deyiz. İcazə verin, bütün Azərbaycan kadınlarını karşıdan gelen bayram münasibətilə təbrik eləyim. Onlara can sağlığı, uzun ömür arzuluyum. Sağ ol. Məclisimiz devam eləyir və bilirsiniz ki, iqtisadi böhran dünyanı başına alıp gedir. Allah'a şükür ki, hələ Azərbaycana gəlib çatmayıb.
Ama nedense bizim show biznesin nümayəndələri artıq başlayıblar özlərindən qiymət düzəltməyə. İndi həmən krizlə əlaqədar toy qiymətlərini sizin nəzərinizə çatdırmaq istəyirəm. Aygün Kazımova 10.000 manat. Aygün Namiklə bir yerdə 10.500. Roya 5.000 manata abırsız paltarda. Abırlı paltarda 7.000 manat. İlhame Kulyova 10.000 manat. Toyda axırıncı oxuyacaqsa 2.000 manat. Flora Kərimova 5.000 manat. İlhamədən sonra oxuyacaqsa pulsuz. Faiq Ağayev 20.000 manat. İlhamə ilə Flora'dan sonra oxusa 20.000 özü verəcək sizə. Elnur Şeron 5.000 verirsiniz ki oxumasın. Elaris 3.000 gəlin maşını da onluqdur. En Brazers 1000 manat oxuyacaqlar, oynayacaqlar, aş gətirəcəklər, tort kəsəcəklər, rəqs eləyəcəklər, klon kimi gedəcəklər, pakrişka qaraldacaqlar, stayankaya baxacaqlar, piyan qonaqlarınızı evinizə çatdıracaqlar, pasdamoşik istəyəcəklər, nə deyirsiniz hamısı onların. Rəhim Rəhimli 2000 qozbel şəklində, qamətin düzəltsə 5000. Bəli. Mən indi növbəti qonağımız təklif vermişik birazdan gələcək. Rəhmətli şairimiz Mirzə Ələkbər Sabir, Allah rəhmət eləsin, sağ olsaydı, şeirini bəlkə də dəyişdirib belə oxuyardı. Dünya necə böhran olur olsun, nə işim var? Dollarlara möhtac olur olsun, nə işim var? Deyirəm, ölməsin manatın kursu filanı, rubl ya qribin yox olur olsun, nə işim var? Səs salma, Evroda yatıbdır, qoy hələ yatsın, yatmışları razı deyiləm kimsə oyatsın. Tək-tək ailəm varsa da həq dadıma çatsın, biz stabil olaq, cümlə cahan batsa da batsın, dünya necə böhran olur olsun, nə işim var? Dollarlara möhtac olur olsun, nə işim var? Bir tuş vermə görüm. Siz mən təmiz bezdirmişsiniz. Keçən toyda bu tək başlamışdı. Solo nağarada tuş verdi. Ver görüm. Evdəkilər də deyib işə gedilir. Oturub elə evdə qazandıran bildim. İndi mən sizə ulduzların bu krizlə əlaqədar qiymətlərini dedim, amma bir qonaq var, hansı ki dəvət edirəm, onun qiymətlərini mən sizə deməmişəm. Qoy gəlsin, öz qiymətini özü desin. Gəlin alqışlarla Maestro Ceyhunu bura dəvət eləyək. Sən Allah, elə də tartışdırırsan, güya ki özün çalırsan. Qabaqdır görmə. Salam aleyküm, Manis, nə tərsən? Onu bir qırağa qoyub səndən mərfətli görüşək. Problem yox. Nə tərsən, Manis? Sağ ol, yaxşıyam. Sən necəsən, Manis? Sağ ol. Nə var, nə yox? Yaxşı, sən necəsən? Gənə başladın şit-şit gülməyə, nədir? Sən görəndə gülməyə etdin. Sən Allah, qabaqdır görüm. Manis, de görüm bu krizis səni sındırıb yoxsa? Bax, qardaşın sənə bir sözdüsün. İstəyir kriziz olsun, istəyir böhran olsun. Qardaşıma təsir eləmir. Canın üçün. Allah, Paganini qəbirdə partlamasın, nağarsın. Yaxşı, buz, yox, istiyotdur. İndi qardaşın sağ bir söz desin. İş burasındadır ki, Manis, bu krizislə böhran ikisi də eyni şeydir. Prosta biri Urutçadır, biri Azərbaycanca. Doğrudan. Sən öl. Sən öl, bax bu skripkanda rahatlıq tapsın. Nədir? Sırtıq-sırtıq gülürsən. Nədir? İndi bir şey təbrik eləyəsən yoxsa yox? Təbrik eləyirəm. Mən bəyimizi, gəlinimizi təbrik eləyirəm. Arzu edirəm. Biri sopran olanda, o bursu alt olsun. Onların orkestrin, orkestrovkası heç vaxt dağılmasın. Adamsan, adam balasını bilən ki, xoşbəxt olsunlar, oğullu uşaqlı olsunlar. Xoşbəxt olsunlar. Ay, sol. Zırıldadasan? Hə, bir şey çalın. Bir şey zırıldat, özün də, neydi o səslərin adı neydi? Tenor. Yox,
Bariton. Yox. Bas. Hə, bas bayraq. Tamam. Hə, yaxşı. Gələ mikrofon. Özün çalırsan. Özün... Hə, atası baxır. Çox sağ olun. Diqqət, diqqət. Hörmətli hanımlar, analar, bacılar, xalalar, bibilər, nənələr, qaynanalar, day, yox, daycanı, əmicanı, day dostu, əmi dostu, bir sözlə başımızın tacı olan hanımlar, Baldızlar eltilər qaldı ki, Mart ayının 7-si, 8-i, 11-i, 12-si Heydər Əliyev sarayında bu şəhərlərin qadınlara, hanımlara həsr elədiyi 8 Mart adlı yeni solo konsertinə 8 Mart yox, 8 Mart. 8 Mart? Əşində fərqi var. Ən əsası odur, hamınızı bizim bu şəhərlərin solo konsertinə dəvət edirik. Konsertin baş sponsoru Avant Park. Məclisimiz davam eləyir. Sizə dedim ki, görüşünüzə duzlu məzəli əhvalatlarla gəlirəm. Bilirsiniz ki, çox vaxt xalqın arasında oluram, müşahidələr eləyirəm. Növbəti müşahidəni nəzərinizə çatdırmaq istəyirəm. Deməli, son elədiyim müşahidələrdən biri nə olub? Kişinin arvada, yəni öz həyat yoldaşına yaltaqlanmağı. Hansı situasiyada? Arvadın qabağında qirexi olanda. Qirek də arvadın qabağında hardan ola bilər? Onu kişilər yaxşı bilir. Və odur ki, gəlin sizin gürültülü alqışlarınızdan sonra o yaltaqlıqların növlərini oxuyum sizə. Nə qəşək paltardır, sənə nə qəşək yaraşır. Arvad düz 6 ildir bu paltarı giyinir. Hələ təzə görür. Sonra ağız, nətər arıqlayıbsan az sən. Yalançının dədəsinə nəhlət. Arvadın bir budu 80 kilo. Neçə gündür bacın niyə bizə gəlmir az? Dur gedək onu gətirək bizdə qalsın. Sən Allah elə kişi varsa əlini qaldırsın. Yoxdur. Hamınız mələksiniz. Gereki olan kişi yoxdur, qətiyyən. Sən yaman gülürsən, deyəsən elə... Bax, arvadlar bu ifadənin həsrətindədirlər həmişə. Arvad, bacımgil sabah bizə gəlmək istəyirdilər. Yalandan dedim ki, evdə yox, qoy gəlməsinlər. Bu ucey da arvadın qabağında böyük qirexlərdən işlədənlərdən. Sonra, mən bilirəm sabah nə günüdür. Əzizim, sabah bizim toyumuzun 16 illiyidir. Əgər elə bir kişi varsa, evlilik gününü yadında xoşbəxtliyindən saxlayıbsa, əlini qaldırsın. Məni hələ belə pis sındırmamışdılar. Neçə toylar. Qalxın ayağa da alqışlasınlar sizi. Sonra sabah axşam uşaqları da götür, gedək qardaşımgilə. Sənin qardaşıngilə də, yəni arvadın qardaşıngilə. Belə olmaz. Bir həftədir uşaqlar öz dayılarını görmür. Zəhləsi yedirik qaynından. Onun o səy-səy danışdığı anekdotlardan. Ay qız, 21-ci əsrdə yaşayırıq. Bu nə uzun yufqadır. Sabah ged yufqanı dizdən yuxarı kəstir. Çuşqasan, qaraçısan. Bu elə bir situasiyadır ki, bunu arvad gözündən görür bu şey. Girexin növü belədir. Bax, bu punkt, mən bilmirəm, kişi qadının yanında nə vəziyyətə çatmalıdır ki, kişi bu sözü desin. Arvad,
ataların qəşəng bir məsəli var. Deyir, ili kimlə qarşılayırsan, onunla da keçirdirsən. Dur, uşaqları da götür, gedək bu yeni ili sənin papanla, mamanla qeyd eləyək. Və bu sonuncu punkt çox maraqlı bir şeydir. Və bir çox qadın bu punktun həsrətində yaşayır. Kişi evə girir. Arvad, mənim telefonumun təzə kodunu yaz telefonuna. Birdən kod yadımdan çıxar, səndə olsun. Parıldayan gözləri gördü. Akşam kişi yatan kimi ağca qanat kimi qonur telefona. Yaxşı ki, burada boynunuzu aldınız. Buna progres deyirlər. Buna progres deyirlər. Bir daha xoş gəlmişsiniz. Hamınızı bu gözəl gündə saatdə qarşılamağa, salamlamağa hazıram. Və xanımlar və cənablar, təbii ki, Siltuş Çölçəmənli öz eksklüziv və gülməli söhbətlərimlə sizin qarşınızdadır. Xahiş edirəmdir məni və mənim muzikantlarımı ürəkdən, Ponçik adlı ansamblımı ürəkdən alqışlayasınız. Keçən dəfə bir toyda mən klon haqqında bir balaca sizə informasiya vermişdim. Söhbəti niyə bundan gətirdim? Deməli, bir xalam oğlu var, sirkdə administrator işləyir. Belə klon işləyir. Bir qızdan xoşu gəldi, yoxuşlar elçi getdilər. Salam əleykum, salam, qızınızdan xoşumuz gəlir, almaq istəyir, laf yaşı, xoş gəlibsiniz. Oğlan harada işləyir? Oğlan dedi, sirkdə klon işləyirəm. Dedilər, yox, biz klona qız verə bilmərik. Çıxdılar, getdilər, nəsə üstündən bir ay, 2 ay keçdi. Oğlan dedi, gəl bir də cəhd eləyək. Şimdi qız evində birinci cəvə vermir, ikinci cəvə verər. Nəsə yoxuşlar getdilər, salam əleykum, salam. Qızınıza elçi gəlmişsiniz, xoş gəlmişsiniz. Oğlunuz indi harada işləyir? Dedi, elə gənə sirkdə işləyir, amma zat işləyir. Biraz vəzifəsini artırıblar. Administrator. Dedilər, yox, biz administratora qız verə bilmərik. Nəsə, kör peşman çıxdılar, gəldilər, dala qayıtdılar. Gədə deyir ki, yox, 2 ayağın dirif bir kaloşa deyir ki, o qız almayın. Yoxdular, getdilər, nəsə, salam əleykum, salam. Qızınıza elçi gəlmişsiniz, xoş gəlmişsiniz. Oğlunuz indi harada işləyir? Dedi ki, oğlumuz sırtda administrator işləyir. Belə zat işləyir. Dresirovşik işləyir. Dresirovşik. Qızın dədəsi qalxıb, hoppanıb, sevinib, 1-2 kuruq salto verib evdə sevindiyindən dev verirəm. Nəysə, verdilər. Arvad uşaqlı yığışdı toya getməyə. Bu zaten toyxananın qapısından içəri girəndə, gəlini görəndə başa düşdüm ki, niyə qızı dresirovşika veriblər. Qız elə bil, ağacdan bal yeyib, meşədə hərlənən ayı oxşuyur. Şimdi üstünlər qızlarını əhləşdirsin. Sən demə, bütün əhvalat ona görəymiş. Nəyə görə danışdım mən bunu? Yadından çıxmışdı. Klon. Bu günlərdə məclisimizin uşaqlar üçün bir hədiyəsi var. Klon gəlib balaca balaları təbrik etməyə. Saxla görməyəm. Niyə gedib özünə bir mərifətli sənət tapmırsan? Nə vardır gör? Yəni sifətin mənə tanış gəlir. Demirəm muskanı saxla. Bəlkə səsim tanış gəlir. Səsin tanış gəlir deyəndə ki, elə Bakıdakı bütün klonların səsi eyni olur. Siz görüm, heç olubmu ki, belə məclislərdə səni alçatsınlar, sındırsınlar, belə təhqir eləsinlər? Yox, heç vaxt olmuyor. Heç kimin doğucatmaz məni alçatmağa. Yalan demə. Biz özümüz də klon getmişik, bilirik nə tər olur. Yəni dersən, heç olmuyor, bir baz vurutduğunu bilirsin. Soqqol! Anladın mı burada? Bombalı get uşaqları güldür da. Olmuyor belə şey. Belə təpəqabaz eləməyiklər səni. Əzni elə aparır ki, biz bilmirik klon nə tər olur. Buna bax. Buna bax, şaşdın.
Çaqqalda varsan, matişkədə varsan, sən ölməyəsən, sən bilsən neyin yerə? Neyniyəm? Əziz uşaqlar, birazdan şovumuz davam edəcək. Sən ölməyəsən, sənə bir dənə kəllə vuraram, 7 yerə parçalanarsan. Eşidirsən, hə? Nə qardım ki, mən? Şurba. Belə elədim ki, cəmaata gülməli olsun da, nə deyim ki? Yer gəlsə mənim nəslimdə, kökümdə sənin kimi kişi yoxdur. Nə olar pul olsun? Hala zəhmətinlə pul qazanırsan. Bu nə desəm, onu da eləyəcəksin, eşidirsən, hə? Nə qarayacam ki? Əziz uşaqlar, indi balaca Triyapka Siltuş sizə şeir deyəcək. Mən şeir bilmirəm ama. Gəgədən sənə göstərim şeir. Bilməm, xor şeirini bilməm. Xoruz şeirini həm göstər, həm də bil. Ay pipiyi qan xoruz. Gözləri mərcan xoruz. Sən nə tezdən durursan, qışdırıb banlayırsan. Banla. Şehrin axırını dinən, özün də xoruz kimi balına eşidirsən, hə? Qışqırıb banlayırsan. Xoruz kimi qanatlarımı tərpət. Axırın de, banla. Qışqırıb banlayırsan. Ay sağ ol Siltuş balamız, Siltuş balamız. Sonra hansı şeiri bilirsən? Da şeir zat bilmirəm. Gəgədən sənə şeir öyrətsin. Bilməm, ala bula boz keçir. Sən nə tezdən durursan. Çıxdı buz üstə qoçaq, axıb çaya gedərsən, əlini suya qoyarsan. Ay maladez, alqışlayaq. İndi isə siz qəşəng bir rəqs çalın. Bu balaca matışka Siltuş balamız qız kimi oynasın. Nətər qız kimi? Ay uzun saç kara göz, ağıllı kaplan benim. Gel Melika ohoya, sen şakir dolu benim. Yeni de gelin ay güzel kukla. Yoksa seninle tanışmarım Niyə saxladın? Oynayın. Sağ olun uşaqlar, ben girmeyeyim. Sağ olun. Saxla görmə! Saxla gör! Başqa vaxt tananızda tapa bilmirsən, hə? Nədir sıraz oncuycuysan? Elə bir yeşikdən ilan çıxardır. Xanımlar və cənablar, bayaq dedim ki, bir çox qonaqlarımız olacaq. Qardaş, sən bizi lap bezdirdin, Eyda. Bir çox qonaqlarımız olacaq. İndi onlardan birini sizə təqdim eləmək istəyirəm. İlk növbədə deyim ki, keçmiş nazirdir. Elm adamıdır. Belə keçmiş nazir olduğuna baxmayaq, yenə də hörmətli bir insandır. Bu günləri bizim toydadır və biz bu günləri onu dəvət edəcəyik ki, öz ürək sözlərini desin. Sizcə bu kim ola bilər? Eşitdim addelini yerlərdən, qəbul edirəm. Bəli, gəlin keçmiş təhsil naziri olan Misir müəllim Mərdanovu toyumuza dəvət eləyək. Selamünaleyküm, hoş gelmişsiniz, sefa getirmişsiniz. Həmişə toylarda nəsə belə... Keçmişi gərək mütləq deməliydin də. Elə ev yəsi elə deyil. Sözdə adam oxşuyorsunuz bu nəsə? Sözdə adam deyəndə ki, mən dediyim sözlər indiki nazirlərə də aiddir. Çünki vaxt gələcək, onlar da keçmiş nazir olacaqlar. Hər şeyin öz vaxtı var.
Vaxt var idi, mənim masam ayrıca çox gözəl bir yerdə və mənə söz verəndə tamada özü yaxınlaşardı mənim masama və mikrofonu saxlayardı. Bəli. Oluf. İndi isə məni təbrik üçün gətir, hara çağırırsınız? Muzkat. Muzkatların yanına. Onların yanına. Həyatda da vaxt vardı, 30 ofisant olardı Şadlıq Sarayında. Onun 15'i mənim masama qulluq edərdi. Qalan 15'i 490 nəfərə. Həyatda nə demək olar? Masa demişkən, qabaq siz toyda olanda bəzi müğənnilər bəylə gəlini, ev yəsini yadından çıxardıb gəlib, ancaq sizin masanın yanında sırtıq-sırtıq oxuyurdular belə. Onları mən məcbur eləmirdim. Bəli. Sonra masa demişkən fikir verirəm ki, masalara balıq verirlər, amma sizin masaya lülüyü elə təzə veriblər. Hə, o lülə də soyuqdur. Soyuq, bəli. Buna da şükür. Min şükür, əlbəttə. Elə keçmiş nazirlər var ki, onlar heç ümumiyyətlə toya çağırmırlar. Amma məni çağırırlar. Lap gözəl, lap gözəl. Gözəl günün olsun. Bir söz soruşum, toya nə qədər yazdırasınız? Bilirsən, nazirlər toya pul yazdıranda o fayədəki yeşiyə salmırlar. Niyə? Bəyin yaxın qohumlarının birinə verirlər. Çünki həmən o konvert o yeşiyə yerləşmir. Amma mən indi elimlə məşğulam. Yaxınlaşdım həmən yeşiyə və nəməri qoydum konvertə. Konvert tarafpıltı ilə getdi yeşiyin dibinə. Həyatdır da. Həyatdır. Dünyada, mən bir söz deyim, sözümü kəsmə. Ümumiyyətlə, dünyada necədir? Birinci, hüquq fakültəsini bitirirlər, sonra nazir, icra başçısı, nə bilim, vəzifələrində çalışırlar. Amma Bakı Dövlətin Hüquq Fakültəsi yeganə bir fakültədir ki, birinci işlə təmin olursa, sonra gedib o fakültəni oxursa. Yəni, bu özəlliyi ancaq bizdədir. Düzdür. Üzr istəyirəm, bir sualım var, bir elm adamı kimi. Buyurun. Azərbaycan təhsilinin gələcəyində nə görürsünüz? Mən ümumiyyətlə Azərbaycan təhsilinin gələcəyində heç nə görmürəm. Niyə? Çünki mən nə gördümsə keçmişində gördüm. Hə, aydın. Buyurun, təbrik eləmək istəyirsinizsə sözünüz və yaxud da oxumaq istəyirsinizsə nəsə? Yox, niyə? Mən də insanım, mən də oxuya bilirəm, rəqs eləyə bilirəm. Amma bir şey nəzərinizə çatdırım ki, əzizlərim, Cənab Prezident kimisə nazir təyin eləyəndə, həmən nazir də ehtimalı doğruldacağına söz verir. Amma Cənab Prezident həmən nazir işdən azad eləyəndə, bütün keçmiş nazirlər prezidentə bu mahnını oxuyurlar. Son zamanlar yaptıklarıma bakma ne olursun. Benim aklım başımda değil. Sana söylediklerimi kafana takma ne olursun. Onlar ipe sapa gelir şeyler değil. Seni sevmiyorum dedim yalandı. İstemiyorum artık palavra. Ellerimde çiçekler, kapında sırılsıklam. Görürsen bir gün şaşırma. Beni böyle çaresiz, beni böyle derbeder, beni böyle ortalarda bırakmam. Ellerimde çiçekler, kapında sırılsıklam. Görürsen bir gün şaşırma. Beni böyle çaresiz, beni böyle derbeder, beni böyle ortalarda bırakma. Bu gəmili notlardan çıxmaq üçün bir dənə... Maskadandır qardaş oğlu. Üzr istəyirəm. Alo.
Toydasan? Hepsi toylarda. Ne tert vəziyyət? Bəy tərifi? Yaz, deyirəm. Hansı şəhərdəsən? Somalidə bərk gedir piratların gəmisi, gəlsin tərif versin bəyin əmsi. Ne tərdir? Dostları, adı nədir? Rusiyyətdə çay axır, adı Yenisey, gəlsin xələt versin Vasya Aleksey. Rusça belə olacaq. V России есть reka Yenisey, puskay xalat da yok. Xalat onların diline başka şey değil. Ne diyeyim? Palto da yok. Denen xalat ümumiləşmiş sözdür. Ümumiləşib, bəli. Puskay xalat da yok, Vasya Aleksey. Nətərdir? Valideynləri, valideynlərə belə denən. V Amerika prezident Barack Obama, puskay xalat da yok, Papa Mama. Yaz. Burada deyəndə öləcəm burada. Babası. Baba nədir? Rusça? Deduşka, elə mi? На столе лежит водка, закуска, селедка, петрушка, пускай халат дает дедушка. Bu da nedir? Kum. Çayla хорошо идет rahat lukum, пускай халат дает наш дорогой кум. Ahmet'in kağıydı. Terbiye etti. Diye. У меня знакомая девушка, его зовут Надя, пускай халат принесет бәйін дядя. Жинха дядя. Ayso. Yaxşı. Ahırda da gördün pulunu atıp zadelirler göz dilimizde denen. Denen ki o ceyrana birden değdi ofçunun oku. Halat getirip versin ben var yoku. Heladır. Yaxşı. Oldu salamatlar. Bir tane tuş. Burada sağlıklar arasında diya dedik. İndi burada doğrudan da diya gelir. Bəyimizi təbrik eləmək. Amma mən bilmirəm. Dayısıdır, yoxsa əmsidir. Bilmirəm. Amma onu bilirəm ki, nəsə qohumdur. Yəqin əmsi olar da, əmsi olar. Gəlin alqışlarla. Eşitmir, onu çağırın bura. Salam aleyküm kardeş, hoş gelmişsen. Hemşe sen gelesən. Deyirəm, salam aleyküm, hoş gelmişsen. Onlar təbrik eləyin bəylə gəlini. Buyur, təbrik elə. Yəqin sən əmsisən. Yox, dayısı deyiləm, əmsiyəm. Deyəsən bu kar. Təbrik eləmək istəyirsən. Sumaylarınızdan görəsiz, sizin üçün olsun. Nə, karlıq olsun bizim üçün. Onlar təbrik eləyin. Onlar, mən nə deyirəm sənə? Eləyin. Təbrik elə, buyur. Mən bəylə gəlini təbrik eləyirəm. Onlara xoşbəxtlik arzulayıram, arzu eləyirəm. Onların evlərində ağız deyəni qulaq eşitsin. Qoy onlar heç vaxt bir-birinin üstünə qışqırmasınlar. O ki qaldı qardaş oğluna, onun bugünkü toyunu mən eləyirəm. Pulu mən bıraxmışam. Halal xoş olsun, xoşbəxt olsunlar. Oynayasan? Yox, hələ getmirəm, oynamaq istəyirəm. Nə zibilə düşmüşük. Deyirəm, oynayasan, nə oynayasan, Nəhlət sana kör şeytan. Papaq oynayasan, papaq. Papaşa nə qoyurlar? Kül. Elə mahnı oxdu axı. Banka gedirsən, bank. Pul götürmək istəyirsən, pul. Səndən nə istəyirlər? Şapka, papaq oynayasan. Oynayıram. Oyna. Yaxşı. Siz də yalandan əlinizi tərpədin, güya çalırsınız.
Onsuz da kar şeydik, yola verin geçin. Oyna, oyna. Bəsdir, sağ olun. Gedirsən. Gedirsən. Gedirsən, gedirsən. Gedirsən. Yox, hələ getmirəm. Bura gələ bozbaş. Keç bir yana. Keç. Mən bəyaqdan bununla məzələnirəm. Bu məni doluyub. Hə, burada kar var. Mən zarafat eləyirdim, sən. Mən də zarafat elədim da, nə? Bu toyu mən eləyirəm, axırda pul istəməyəsən məndən. Hə, istəyəcəm. Gələ! Görərsən məndən pul. Qadan qalım, sən zarafat elədin, biz güldük. Biz zarafat elədik, sən pulumuzu kəsmə qadan qalım. Kəsməyim? Yox. Onda gəl sənin başı biraz oynaçım da. Nə mənada? Heç nə, oynayacaqsın. Hə, bir dənə papaq oynayacağım. Çal papaq oynayacağım. Yığışdır, yığışdır. Niyə qoy qəşək çalsın? Qəşək, həmsi qəşək çalırlar, bunlar. Həmsi indi sən üçün papaq çalın. Buraya gəl. Bu mikrofon qoy cübə. Məndə var da. Papağı ağzında ifa edirsən, özündə oynayırsan, eşitdin? Mən? Bəlkə onlar çalsınlar oynayaq. Dedim oyna. Pul gəlməyəcək ya. Birinci nağara başlayır. Tıkada tıkada lakada tıkada 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 lakada tıkada tıkada. Oradan sınıf zaten. Oyna. Harmon başlıyor. Lam tam tam birim birim tam. Lam birim tam tam birim lam. Lam birim tam birim. Ritmi düz vurun dam birim dam. İndi qoşun ağara yerinə keç, tez-tez yerinə. Kakak 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 kakak. İndi ən zili götür. O palatka toyunun səsi uzaqdan gəlir. Sən məndən pul görərsin. Sağ ol, sağ ol. Eybi yox, pulu yarısın veriməm, gəlin. Qadan qalım, amma pulumuzu kəsmə, ha. Nə deyərsən oynadım burada. Səhv eləmədim ki, düz çalırdım. Sonra örgədərsən mi akordları? Düz vuraram. Çünki ola bilsin ki, başqa toyda da ola bilər belə şey. Diqqət, diqqət. Hörmətli hanımlar, analar, bacılar, xalalar, bibilər, nənələr, qaynanalar, daycanı, əmicanı, day dostu, əmi dostu, bir sözlə başımızın tacı olan hanımlar, baldızlar, eltilər qaldı ki, Mart ayının 7-si, 8-i, 11-i, 12-si Heydər Əliyev sarayında bu şəhərdənin qadınlara, hanımlara həsr elədiyi 8 Mart adlı yeni solo konsertinə 8 Mart yox, 8 Mart. 8 Mart? Əşrəf Vərqova, ən əsası odur, hamınızı bizim bu şəhərdənin solo konsertinə dəvət edirik. Konsertin baş sponsoru Avant Park. Növbəti müşahidəm evli kişi ilə subay kişinin arasında olan fərqdir. Çox, inandırıram sizi ki, çox ağırlı, acılı faktlar da var. İndi onlardan bir neçəsini sizlərə təqdim edəcəm. Artıq uzaqdan görmək olar, subay kimdir, evli kimdir. Çünki subay kişinin qarnı evli olandan nisbətən balacadır. Subay bir dənə qız görən kimi qarnını yığışdırır, özünə belə gedir. Evli hara, bunu hara çəkim mən? Bunu dala çəksəm belimdən çıxır. Lovğalanmaqda. Deməli, evli subay kişi içdiyi pivə bakalının sayıyla lovğalanır. Evli də yuduyub bakalların sayı. Futbola baxanda subay qollara baxır. Evli futbola baxanda o da qollara baxır. Amma o qollar televizorun qabağında pülüsosun ruçkasını tutan arvadın qollarıdır. Vay o gündən də arvad biraz qabaritli olsun.
Belə edirsən, nə oldu, yox. Nəsə bir tibbə məlum olmayan bir xəstəlikdir. Niyə iminli kişi futbola baxanda arvad evləri pulizostamalıdır? Duxun var, arvad seriala baxanda evdə səsin çıxsın. Televizorun qabağından keçsən, əgər o Tom Jerry'də pis xalçanın altından gedir, bax elə gedirsən. Onu da risk eləyirsən. Arvad qəmli seriala baxanda səni taftalayıb öldürə bilərsən. Evlini subay budilnikdən istifadə eləyir. Evli eləmir. Çünki evlinin canlı budilniki var. Zvanokun səsi də belədir. Duraq, gün orta oldu. Duraq, gün orta oldu. Duraq, gün orta oldu. Subay evə çörək almaq yadından çıxardanda ona güldən ağır söz deyən olmur. Vay o gündən ki, qardaş, evli kişi çörək almağı yadından çıxarda. Evə girən kimi arvad kuxunadan nə tak. Gəl burada döy dizlərinə, qardaş. Arvad nə tak kuxunadan çıxmır, çıxan kimi kişinin əlinə baxır. 40 ildir evlisən, elədiklərinin üstündən elə xət çəkirlər. Sənin kişi başına külü qoyum. Bir dənə çörək nədir ki, onu almaq yadından çıxır. Səhər məndən yemək istəyəsən, nə verəcəm? Qolumu verəcəm sənə yiyəsən. Sonra, deməli, elm, texnika, nə bilim, kosmosa uçuruq falan beşməkən, amma bir şey var ki, onun elm həllini tapa bilmir. O da nədir, qardaş? Spor eləyərəm. Bax, nə alırsan, bahalısın, ucuzlusun falan, nə qayırsan qayır. Qardaş, bir insan hamamda, çiməndə, kuxunada suyu açan kimi hamamda su soyuyur. Qardaş, evlinin də subaydan fərqi odur ki, evli hamama girəndə qışqırır. Oradan suyu açmayın, çinməyə girirəm. Arvadın da əlinə şans düşüb, acıq çıxmağa. Pıst, gedir, durur krantın yanı. Pıst, 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 pıst. Acığını elə çıxırdana kişini döyə bilmir, bir şey eləyə bilmir. Sonra, bax, burada bir punkt var. Onu mən istəyirəm sizin nəzərinizə ətraflı çatdırım. Allah hamımızın ruzusunu bol eləsin. Mürəbbə pişirmək sezonu bu yaxınlarda təhvil vermişik. Bir çox meyvələrdən və onlardan biri də əncil mürəbbəsidir. Qardaş, subay gəlir durur ağacın altında 2 dənə, 3 dənə, 5 dənə, 10 dənə yeyir, doyur. Evli bundan qutarmıraq. Göndərirlər bazara. Eşşək kimi 2 dənə sunkanı xurcun kimi yüklüyürlər buna. 5 kilo bu əlində, 5 kilo bu əlində. Hər kişi var sinə güldüyürlər. Əyaqları bir-birinə dolaşa bazardan gəlir. Qolları meymun qolundan uzun olur, torbanın daşından. Qardaş, o avtobusda. Avqust ayının cırhacırında gəlir evə, evdə Xruşovkadır, lift yox, 5 mərtəbəni güclə qalxır, qapını açır ki, o, kişi kimi funksiyamı yerinə yetirmişəm. Sunkanı qoyan kimi həmən arvad bir də çıxır, baxır, ha, nə bə pisox? Sən heyvan, sən pesox almamsan, ben bunu mən nəyinə pişirəcəm? Yetim kişi. Təzdən düşür evin altındakı markete pesox almağa, deyir, yox, orada alladırlar. Get böyük o tükanlara. Nəysə, avqust ayının içində bir də gedir, pesoxu da alır, gətirir. İndi əyni başını dəyişir, birazdan sonra keçir qoxnuya çay içməyə, görür ki, arvad yekə belə o ləyənlərdə ənciri dənə-dənə düzüb belə. Pesoxu da ənciri düzüb qəşək. Pesoxun arasından ənciri belə baxır adama qəşək-qəşək. Elə əlini atırsan ki, birini götürüb yemək, onunda bir də görürsən taxta qaşı kürəyinin ortasından. Elə bilirsən ki, teplavoz vurdu səni. Qaz, nə olur? Onlara demə, pişirəcəm. Oradakilərdən yiyin. Oradakiləri inəyə atsan yeməz. Qardaş, üstündən elə bil tramvay keçib. Belə. Əncir də Allah vurmasın, biraz istidə qalan kimi çürümüş qaloş iyi verir. Yemək olmur, az deyirsən nə olur, qoy bir qışda yeyərsən.
Zardan gələcəm, 3 balonu mamangilə vermişsən, 2 balonu qardaşıngilə vermişsən, başında yoldadır, gəlib qalan nə aparacaq. Sonra, deməli, telefon, mobil telefonundan çox belə qəşək material yığmışam. Deməli, subay evə girir, telefonu harada gəlir, atır, çıxır, gedir. Evli girir evə, yetim yorulubdan gün ərzində 1000 dənə işin dalınca qaçıb, vay ola ki, telefon özündən çox yox, bir 3 metrə aralı qala özündən. Qardaş elə təzə rastlabisi olub, bir dənə ding! O ding uje mikroinfarktdır. Siz gülürsünüz. Amma o anda o nələrdən keçir? Nə nəzr niyazlar eləyir ki, hansı pirlərə qurban deyir ki, çək qorxulu mesaj olmasın, arvad onu görməsin. Risk eləyə, yaxınlaşır telefona. Yaxınlaşa, əl-ayağı uçalanır. Bəlkə onda bir, nə bilim, spazmazat keçirdir, yaxınlaşır. O kartiyojniklər kartı aralayar, bu da belə, baxır, gör, yox, işdən gəlir. Səhər saat 6-da gedir, telefonu aldığı dükkanın qabağında durur ki, qardaş, bunu eləyə bilərsən, mesajlar gələndə ekranda görsənməzsin. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Məclisdə bir çox fəxri qonaqlarımız var. Segəf el görüm oradan. Bax, bunlar elə bir oğuldular ki, onlar Azərbaycanın bayrağın həmişə yüksəkdə tuturlar. Hamısı, bax, onların hamısı bir-bir. Amma onların arasında biri var ki, ona bir şeir kupuldanacağım bu saat. Der vazgeni balayanı o yerine oturttu. Bayrağımızı kaldırttı, himnimizi okuttu. Koydu Ermənilərin ürəyinə yara, halal olsun bizim Qasımov Elmara. Alqışlayaq bir ürəkdən. Belə bir şəraitdə, Erməninin vətəndə Azərbaycanın bayrağını ucaltdı. Özümdən çıxıram da, mən vətənpərvərin mövzusunda mən dəli oluram. Növbəti qonağı məclisə dəvət eləməzdən qabaq. Mən istərdim onun haqqında bir balaca informasiya deyim. Deməli, bu adam milyonerdir. Bunun çoxlu pulu var, sağlığına qismət. Bu, qoy görüm xalq arasında ona nətər deyirlər? Multi-cizgi filmi milyoner? Multi-milyoner, hə, multi-milyoner deyirlər. Bu adam kalkulyatorla zadla, başqa ilə zadla hesablamır. Bu adam pulu tərəzi ilə ölçür. Deməli, deyir ki, dollarla filan qədər 12 paşka eləyir, 14 paşka eləyir 1 kilo, manatla 12 paşka eləyir 1 kilo. Elə ki, deyir, evdə bir 80-90 paşka qalır, deyir, sən krizisli zəifləmişsin, nəsə getmir. Hər nəsə. Gəlin onu alqışlarla məclisə dəvət eləyək. Salamlayaq onu bir ürəkdən. Manıslar, çörək var, çörək. Hoş gelmişsən Ağsaqqal. Çoxunuz indi dersiniz ki, niyə Ağsaqqal? Yataqlıq edirəm pul qazanmağa. Yox, ağıl yaşda deyil, ağıl başda olur. Bəli, bu da həmən insanlardan biridir. Nə qarısan, nə tərsən, nə işlə məşğulsan, nə titirirsən, nə sötürürsən, harada dincəlmirsən, təzə biznes, köhnə biznes, nə var, nə yox. Boğazında qaldı. Bu yaxınlarda bir ada almışam, ada. Sağlığın açsın. Bir dənə də yarım ada. Allah yaxşı. Sonra dostlarınız dedi ki, qəşən bir obyekt var. Adı da Belarusiyadır. İstəyirəm onu da alım. Restorandır? Yox, ölkədir. Onu da verəcəm
Alandan sonra Rusiya arendaya. Ben ne yaxşı bu Ermənistanı alıb vermirsən arendaya? Ana yox, Ermənistan kupçası yoxdur. Onu alanda bilsən nə qədər başarılısı olur. Özdə bəlkə də ona 15, 16, 17, 20 yiyəsi var. Mən nə bilim, Ya, səhvələm. Eşitdim bu yaxınlarda Novostroyka titiribsən. 115 mərtəbə. Ben niye 114 yok, 116 yok, 115? 114 adımız sanımız var lan. 114 balacadır. 116 da ki koymadılar. Dediler samolyotun altı değer ona göre. Yalan hanım bu kostyumun kıymeti neçədir? Heç neçəyə, 50.000 euroya. Onun bircə düyməsini bana verə bilərsən, bağışlaya bilərsən. Neyiniz ha düymə? Bankda kreditim var, maşın onu bağlayayım. Yalnız qarafat eləyərsən. Yok eyvallah, sözün düzün deyirəm. Mən kimi güzel səndə? Özümü sana oxşadıram. Sen kurban olarım. Seni verene şükür. Seni verene şükür. Asakal. Harda yiyip içirsin böyle. Gün ortalar ben de gelim stolum bir küncünde oturum. Sana anekdottan dattan danışım. Madem bir 2 manat gref eləyəsən. Balık gözünün balinanın gözünün ağının kızartmasını yedik. Sonra kefeneğin içalatından qoğurma yedik. Sonra 5-6 ara, ahırda da ki ceyran etinden kazan katlettik. Sonra da bisikletə içtik. 1650-ci ilin çağırın içtik. Elə köhnə çağır ijok veriyor, ondan sonra sirke içeydiniz. Sen de rahat olar da elimi koyun bura. O ne demek ki? İstiyorsan laf özünü söke. Yaxşı. Onu verene şükür. Sence şot ne kadar olardı? Elə bir dakika. Şot hardasa çıxardana bir 20 şirvan uzağı. Yox. Onda patologu hardasa 40 manat. Yox. Lap özünü cırıf dağıdan yeri koyuyorsun 50 dolar. Aki, biz orada zubaçizka yemirdik, yemek yerdik. 35.000 euro. Satmadınız ki. Ay Allah ben bir gece yatamayacağım. Deyirəm və səndə tanış ola, mənə Nikolayın o qızıl onluqları lazımdır. Bir dənə var, mən onu qardaşcasına 1000 manata sata bilərəm. Bir dənə yox, mənə 50-60 dənə lazımdır. Neyinirsən ki onu o qədər? Qardaş uşaqları çu oynayacaqlar. Ondansa mindirdi oynasınlar. Yok məndə bir elə pul nəzir. O nədir? Bu spisikdir da bazarın. Olar baxım. Arvad yazıb. Dünən bazarlıq eləmişəm. Bir kamaz qardoşka. Bir lapet soğan. Hər bir hissəyə aparasan bunu, yoxsa? Evet. Sonra 2 kilo brilyant. 3 kilo qızıl. 27 metre qızıldan zəncir sep. Gör nə yazıb? Ağ yazıb, yoxsa sarı? Sarı qızıldan. Həqiqatan qalım, bunu neyirsən bir belə? Bilirsən, qardaş, mənim orada bağda itim var. O zənciri gümüşdəndir. İstəyirəm bu qızıldan olsun. Bax, canın üçün demirəm, canım üçün.
Allah'ın işidir. İşti birdən o it ölüb zad eləsə, onun yerində zəncirdə oturmağa mən hazıram. Canla, başla, kaçacağım o hasardan bu hasara, bu hasardan o hasara. Talete de hara desen oraya gideceğim. Sen ciddi sözündür. Canım düz değil. O ne demek ki? Ondan buna it kimi hür. Hürmək nə də? Mən dişləyən adama quduzluq iğnəsi də kömək olmur. Bax. Siz başlıyorsunuz belə benim bu çarkalardan. Cavan Nemeski afşarka. Kulaq as. Hop 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 hop. Yeterdi. Hoşuma gelmedi. Onda o balaca bir itler var, izmanoklar. Taşol. Arkadaş, mən dişi it lazım değil, erkeği lazımdır. Var. Canın küçük biri var, ekskluziv sağ saklamışam. Kulaq as. Haradadır? O Karalevski dog olur, oturan da məndən hündür olur belə. Kulaqlarını belə salır, diqqətlə kulaq. Səsi gələndə bu şey vahimə. Əraziyə fırlanmırlar, kulaq. Bol. O birisine ne elmi? Ağzın seliği axırıya buradan həmşi belə. Bəs də. Pis deyil. Və qaça bilir. Qaçmaq nədir? Qaçmaq nədir? Pa, skaçka atları ona çata bilmir. Yaxşı, yaxşı. Onda sən Allah'a dua elə ki, mənim itim ölsün. Asakal, nağara, striptiz, göbək rəqsi, yeni ulduz, oxumaq, oynamaq, nə bilim, nə deyirsən onu eləyək? Ya, belə şeylər mən bezdirib. Mən gedirəm, qəşən bir dənə, qızıl musiqi bir dənə. Ya da brilliant musiqi. Brilliantı repertuarına bir şeysən. Ya da almaz musiqisi. Daqada. Yadındadır, indi yadıma düştü. 30 yıl bundan qabaq bu batmış ermənilər 2023-cü ildə bizim bu doğma Zəngəzurumuzdan bizə dəhliz vermək istəmirdilər. Niye inirsən? 30 yıl, sen indiden danış. Zato indi 2050. yılda. Onlar bizim Zəngəzurdan bizden dəhliz istəyirlər ki, İran'a gelip gelsinler. Sen indiden danış. Stop. Gələt eləyirlər. Bunlara dəhliz verdik, bir otaq istəyəcəklər. Bir otaq verdik, 5 otaq istəyəcəklər. Bir sot istəyəcəklər, 10 hektar istəyəcəklər. Parmağımı göstər, qolumu çişləyəcəklər. Heç satda verəsi böyle, qələt eləyirlər. Pəncərədən daş gəlir. Xumar gözdən yaş gəlir. Alqışlayın toyumuza Xumar xanım Qədimova gəlir. Xumar xanım, hoş gəlmişsiniz, səfa gətiribsiniz. Necəsən? Sən özün də biraz xumarırsan. Elə belə. Xumar xanım, bugün bizi hansı mahnılarla xumarlandıracaq? Mən xumar dünyasından bir mahnı oxuyacağım. Yalan deyirsin. Laf yaxşı. Xumar xanım, belə... Mən həmişə pozitivəm. Nətər yəni? Nədir məni görən kimi dilin ağzını tutulur? Az ölürəm, bana səndən ötərim. Mən də ölürəm hamıya xoş xəbər deməyə, heç vaxt pis xəbər deməyə sevmirəm. Odur ki, bacım Matan indiyənə kimi elə bilir ki, dollar 78 qəpikdir. Qoş ellənsin. Xumar xanım, əsas hansı bəstəkarlarla işləyirsən? Xumar Qədimova ilə. Xumar Qədimova. Böyük sənətkar Xumar Qədimova. Yavaş.
Bəli. O xumardan bu xumar nəylə fərqlənir ki? Onun mahnıları çox bahadır. Neçəyə? 20-30 min. Sən hər mahnıya ona 30 min pul verirsən, değil mi? Yox. Gedirəm pulu ödəməyə, verirəm mahnını sənə. Ələ-bələ. Ged oxu. Sənətini bildik. Çünki mən böyük sənətkaram. De görüm, nətər eləyirsən ki, bax, belə yeməli qararsan, elə bir ki, xaladenikdə yatırsan. Birincisi... Elə iştahlısan, belə. Yaxşı, sakit ol. Nətər eləyirsən yox, necə eləyirsən. Ədəbi dildə danış məndən, xahiş eləyirəm, lütfən. Bax, sən necə danışırsan, bir çox müğənlər də bax, elə bərbad oxuyur. Bütün qrammatikanı itirir, sözlərə fikir vermədən, hecaları bölmədən. Ələxsus da şəkilçiləri yiyirlər. Olmaz. Tamaşaçılara hörmət eləmək lazımdır. Bax belə. Bir mahnı gələcək bu sənətçidən. Mahnının sözləri tək şəkilçidən. Dır-tir dur-dır zır-dırdan mən. Bir hecalı söz, 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 söz. Bir hecalı söz. Dənzab subtikli Didudən sən bir balaca söz, 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 bir balaca söz. Şəkilçi olmasa sözlərinə tamam, elə bil susuz qalar mətbəx və hamam. Şəkilçi fikri eləyir tamam, kiçik söz deyərsən, bir balaca söz. Bir balaca söz, 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 bir balaca söz. Deyirsən söyləyim bir balaca söz, qarışqa molekul və siçanda göz. Zər, iynə, Lilliput, Ermənistan, ABŞ-ın gözündə Əfqanistan. Bir balaca söz, 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 bir balaca söz. Bir balaca söz, 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 bir balaca söz. Diqqət, diqqət. Hörmətli hanımlar, analar, bacılar, xalalar, bibilər, nənələr, qaynanalar, daycanı, əmicanı, day dostu, əmi dostu, bir sözlə başımızın tacı olan hanımlar. Baldızlar eltilər qaldı ki, Mart ayının 7-si, 8-i, 11-i, 12-si Heydər Əliyev sarayında bu şəhərlərin qadınlara, hanımlara həsr elədiyi 8 Mart adlı yeni solo konsertinə 8 Mart yox, 8 Mart. 8 Mart? Əşində fərqi var. Ən əsası odur, hamınızı bizim bu şəhərdənin solo konsertinə dəvət edirik. Konsertin baş sponsoru Avant Park.